Amerikan filmlerinde bildiğimiz gibi Amerikanlılar filmlerde ve hatta kliplerden de bildiğimiz gibi Amerikanlılar maşın yarışlarını çok sevirler. Amerika'da yani maşın yarışları üzrə bir neçə dəfə Ford maşını qalib olmuşdur hatta. Ve burada bir neçə yarış maşınları, sport cars var. Hatta gördüğümüz bu Mercedes'in sport maşınıdır. Bunun ya hemen yanında Ferrari yanıp. Buradan gösterebiliriz. Okay. Buradan da Ferrari. Ferrari var. Bunlar da sport kardı. Hatta bu ben çok görürüm. Sitelerde çok sürülür bu maşınlar. Burada da bir tane başka bir Lambo'dur galiba. Bu maşın hatta necə sürülür bilmirəm. Çünki bunun qabağı yerə dəyir. Bildiğimiz yerə dəyir. Lamborghini'dir. Necə sürülür heç bir fikrim yoxdur. Çünki məncə belə bir sağ-salamat sürmək çox çətin olar bunlar. Yəqin ki lifting sistemi var. Maşını qaldırıb aşağı salmaq üçün. Bu Lambonun da qaldırıb aşağı salmaq üçün sistemi olmamış olmaz. Şimdi vizitkasını saldım yerə. Ha, sorry. Burada başka bir BMW şey var, tuning olunub, hem de sport maşındır. Biraz etraftan çəkək. Maşının arka gözəlliyi çox gözəldir, arka tərəfdən. Və onun hemen ya arkasında bir dənə də bu i8'dir məncə. i8 modeli elektriklə işləyir, amma bunu da sport stilində hazırlayıblar və çox gözəl maşındır, xoşum gəlir. Burada da başqa bir Ford modeli var. Ford Mustang. Mustangların, yəni Mustang deyirlər buna. Mustangların xoşuma gəlməyən cəhəti, bunun əvvəl məndə olub bundan 2 həftə sürmüşəm. Bunun üstü məndəkinin şeydir, parçaydı. Yani üstü açılan Mustanglar idi. Təzə 2018 modeli idi. Və o çox səs eləyirdi. Hətta içində oturmaq olmurdu. Sonradan fikir verdim, başqa bu həmin maşını sürənlər içində nauşniklə otururlar. Və burada belə bir qabaq görünüşü var. Buradan bu maşının da qabaq görünüşünü görə bilərsiniz. İçində həqiqətən səsdən oturmaq olmur. Yəni çox çətin eşidilir canında kimsə danışırsa ya da qulağın tutulur da. Neyse, burada başka bir Range Rover diyesen, ben bakacağım görünme maşındır. Biraz Ford'a da oxşuyur, Range Rover'e da oxşuyur. Diski çok güzeldi yani. Renk sesimi bir balaca fərqi ola bilərdi, ama diski çok oldukça güzeldi. Dodge'dur, Dodge'dur ama çok güzeldi, ne yapalımdır? Özde şeydir, karbondur, dərinin də dəymə yazır üstünə. Söyüş koyublar. Diski ama başka renkli olabilirdi. Güzelliği güzeldi ama farklı renkli olabilirdi. Burada başka bir 911 Porsche modeli var. Ve Porsche modeli çok güzeldi. Oldukça güzeldi. Bakın geldi. Köhnə modeldi. Bilmirəm neçənci ilindi. Ama köhnə model olduğu bəllidir. Çünki təzə modellerde belə şey yoxdur. Böyle değil yani. Tabii ki ama güzeldi. Burada bir tane maşın var, yanır. Ben bu maşına bu renk çok güzel oturup GT-R. Bu ben bildiğim kadar Hyundai'nin diye Honda'nındır. Bu maşına bu renk çok güzel oldu. Orada bir tane track'e vurmuşlar yani
SUV böyük maşına vurmuşdular bu rengi. Ama buna bu renk çok güzel oturur. Salonu falan da çok maraqlıdır. Güzel sport stilinde hazırlanıb. Burada qəşəng arkasında spoileri var. Yani bu da çok güzeldi. GTR hansı modeldir? Oh, wow. Cool shitlerine bakın. Hara gedir, hardan gəlir, necə hava verir bilmirəm. Son möhtəşəmdir. Bu hətta hardan gəlib? Kolumbiyadan gəlib. Oh, Kolumbiyadan sürüblər. Bura. Oh, it's from Colombia. Oh, you mean country Colombia? Yeah, it's country Colombia. Wow, look at exhaust. Yeah, I've never seen one of these. Yeah, me too. Probably it's a Hyundai, yeah, Hyundai. No, it's a Nissan. Oh yeah, Nissan GTR. Yeah. Nissan, yeah. Ha, Nissan'dır bu. Hiç Nissan görmemiştim aslında burada. Okay, sonra göre o taraflarda nəyimiz var. Və yavaş-yavaş çıxmaq istəyirəm. Maşın parkingini 2 saat ödəmişəm. Burada giriş 15 dollardır. Buranın girişi problem değil de maşın parkingi biraz problemdir. Tiket yazılmağını istəmirəm. Burada da başka bir Ferrari modeli var, sarı. Həqiqətən bu Ferrari'ye sarı renk çok güzel yarası böyle. Eğri otağı düzdən aşağıda. Sarı renk Ferrari'nin rengidir. Burada başka bir Rolls Royce ben bildiğim kadar Rolls Royce modeli var. Markası. Çok üstü asılan çok güzel maşındır. O şey. Burada başka bir Lambo var. O Lambo da güzel görünür. Qəşəng maşındır. Burada başka bir Lamborghini kırmızı. Sadece maşındır yani. Bu ikinci Lamborghini zaten özü reklamdır yani. Bunu tuning eləməyə ehtiyac yoxdur. Çünkü bunu sifariş verenler bizlik değil yani tabii ki mənlik değil şəxsən. Sifariş verenler özləri istediği için tuning edib sifariş verirlər. Necə istəyirlər əlavə elətdirirlər. Çünkü bu maşınlar belə gedib bazardan almaq kimi değil. Bunlar hamısı sifarişlə gələn maşınlardır. Yani hamısı bütün Lamborghini'lər sifarişlə çıxır. Bu da GTR'dır. Bu da güzel maşındır. Sifarişlə çıxır. Ona göre de zaten tuning olunmuş şeydir. Bu qabağı dəyib bura. Yeri dəyir yani. Bunu necə sürüb gətirib, nə ilə gətirib? Yəqin ki traklərlə, yəni kamazlarla gətirib. Yəni o yeri dəyib onu sürəndə yəni sadəcə görünüşündə ola bilər bu qalsın. Çünki onun belə küçədə vardı bu maşını sürmək olmaz. Belə ki adın nədir qardaş? Sənin adın nədir? Adını da görək. Heç birinin adını da görmək olmur. Tuning olunan maşınlarda ad görmək şeydir, marka model görmək çətindir. Ama size Ford, Chevrolet, Dodge. Daha doğrusu buradan güzel bir, çok güzel görünen, ben bildiğim kadar Dodge'du. Arkasından bilinir Dodge. Bunlar karıştırdım Camaro ile Dodge. Ama çok güzeldi. Burada da böyle bir fason süper yani yığılıb. Həqiqətən yarış maşınıdır. Özümü filmlərdə hiss elədim. Yəni də buradan self eləyə bilərəm məsələn. Buradan BMW. Yəni Amerikanlar BMW-yə BMW deyirlər. Bu da qabağına belə bir əlavə eləyiblər. Arkasında spoiler yoxdur, amma bu gözəl kant gedir buradan. Sarı çok güzellik verir içine. Hatta rulu sport maşınlarda ya da təyyarələrin rulu kimidir. Gözəl yığılıb. Üstü də karbonla yığılmış bir maşındır. Arka kulisləri çok qalındı. Arka tərəfinə keçəmədim. Şeydə görə burada nə maşın var? Bunu bayaq çəkdim axı elə bir. Sport maşındır. Bunu çəkmişəm. Buradan da başka bir sport maşın. Bu da Dodge'dur ya Camaro'dur. Bu da güzel görünür. Lamborghini, kırmızı Lambo. Kırmızı Lamborghini. Hatta çok
Çox gözəl görünür həqiqətən. Xoşum gəldi bundan. Video yaddaşım da çox az qalır. Belə, burada da xırda şeylər satırlar. Belə çəkli maşınları göstərim sizə. Məncə burada aksesuar falan satırlar. Auto show'un içində. Yes. The electronics that you rocking. Can I show you? Yes. Can I show you? Yes. Can I clean the cell phone? Oh no. No, you just show? Huh? You just show it? This will clean it. This cleans all of your. Yeah, come on. Yes. Something to do. Take mine. Okay. Yeah. So, all you gotta do, blacken the screen. Okay. Okay. Spray the liquid on the screen. Rub it in. Yes. Yes. Say hello in TV land. Now, when you use this on your cell phone or any electronics, it makes it more clean, more shiny. I need you to zoom in on this. Captain, you can see your face on. You can see everything. Just use this. Breathe on the outside. Try to steam it up like you're coming out the shower. Breathe hot. Breathe hot. Now watch. It's gone. This makes your eyeglasses, your electronics, anti-fog, anti-fingerprint. What's that? How much 20, is that? 30, and 40. That is the which one you like? No, I don't get online. Well, sir, because at the show, we got a show special. This is 20 and it's only 8 ounces. Get the next size up, which is 16 ounces, for the same $20. They clean all kind of places. How much all that? white. This is $30 to get this for $20. Safari. Also, you can clean some ceiling fans. That's the show special. Okay. Okay, I will get it. Done. Sattı. Gökhan sattı. Kardeş sattı. Xırdaxırı şeylərini sattı mənə. Və burada maraqlı stikerlər, maraqlı nömrələr, maşın nömrələri satılır. Hətta Avropadan falan gələn maşınlar belə satılır. Maşın nömrələri daha doğrusu. Bəlkə də xüsusi olaraq nömrə də yazırlar. Bilmirəm. Dünən dostum soruşurdu, sənin maşında nəyə görə burada One Nice yazılır. Çünki burada maşın satan yerin adı yazılır. Bunlar hamısı fake'dir. Yani real değil. Orijinal değil yani. Orijinal değil dediğim yani maşın nömrələri yəni burada yazılmadı, burada hazırlanmadı. Bunlar burada da hazırlayırlar yani. Filmlər üçün istifadə olunur çox vaxt. Hətta belə gözəl oyuncaqlar da var. Car, toys. Polisin böyüklüyünə var. Polisə demək istəyirdim, böyük sən telefon buradadır. Çox hündürdür yəni. Sonra burada qəşəng oyuncaqlar, yolkaya aid maşın oyuncaqları, bunlar mənasız bir şeylərdir mənim üçün. Bunlara yaxınlaşmayacağım. Bunlar motosikletlər var burada. Bunlara yaxınlaşanda nəyisə satırlar. İstəmirəm yaxınlaşma, $20 daha itirmək istəmirəm. Bunlar burada düzəldirlər bunu, nəsə olub, təkərini falan dəyişirlər. Sport maşınlardır, motosikletlərdir. Gözəl sport motosikletlər. Qayıq, gəmi, sport, tankerlər falan, nə istəsəniz var. Burada mətbəx bıçaqlarından tutmuş satırlar ya. Showroom. Burada maşına bax. Bura gələk, arxayın gələsən. Parking. Wow, look at that. Çox gözəl. Xoşum gəldi. Arxası bagajı maraqlı. Musiqi sistemi yığılıb. Təkəri çox balacadır. Bu böyük maşının balaca təkərləri var. Amma çox maraqlıdır yəni. Misal söyle. Burada gözəl qabağı var, sürtün məsəli. Şəhid etmək lazımdır. Getdik belə
Burada Ford. Fordlar. Burada güzel. Maşınlar. Bu şeyler var. Mercedes. Ford. Get your dog tags here. What? Burada maraqlı. Wow. Sadəcə deyə bilərəm ki, wow. Bu maşına baxın. Maşın arxa təkərləri gedir də yəqin ki, sadəcə. Bu qədər kuşlar bu tərəfdə, o tərəfdə. Bu nədir Allah? Bu nədir? Bu pilotdur. Pilot da burada oturur. Oh my god. Bu necə sürürlər? Sadəcə yani təyyarə kimi bir şeydir yani bildiğin təyyarə. Yani bildiğin təyyarədir. Burada əslində reklamdır. Bu armaya əskərə getmək üçün reklamdır. Yani burada da reklam edirlər. Say hello to Azerbaijan. Do you know Azerbaijan? It's a country. Azerbaijan? Yes. Azerbaijan? Can you say? How are you? Okay. I'll Yeah. wave. Yeah. Hi, Azerbaijan. Thank you. Ha. Burada da oyuncaq maşınlar var böyle. Wow. Oh my god. Ha, düşmedi. Yıkılmır o maşınlar. Okey. BMW. Arkasının güzel spoileri de var. Hatta burada görüntüleri süper. Burada başka bir BMW Flyer'dan Tesla'da bu BMW yani. Burada da tuning olmuş tırlar. Onun dostuma ataram, dostumun tırı var. O çok hoşluyor böyle şeyleri. Bunun bir şeklini çekip atabilirim. Böyle. Bugünlük bu kadar. Daha doğrusu Los Angeles Auto Party yani LA Auto Show'dan çəkdiklərim bu qədər. Güman edirəm bu videolar xoşunuza gəldi. Hətta o əvvəlki digər versiyalar da xoşunuza gəldi. Və çox sağ olun videonu izlədiyiniz üçün. Özünüzə yaxşı baxın, hələlik.